Və düşünürəm ki, heyətlər də tanış olmaq artıq olar. Başlayaq meydan sahiblərindən. Araz Naxçıvan komandası bu oyuna bu heyətlə başlayır. 12 nömrə hər zaman olduğu kimi, bir çox halda olduğu kimi komandanın qapçısı Kristian Avramdır. İşarəsini gözləyir və beləliklə işarə gəlir və 22-ci turun Araz Naxçıvan Zirə qarşılaşması start götürür. Zirənin heyəti ilə tanış olaq. Qapını 97 nömrə Portuqaliyalı qapçı Thiago Silva qoruyur. 32 nömrə kapitan Qismət Aliyev. Davamında top itkisi yaşandı və oyun davam etdirilir. Amma burada riskli hərəkət idi. Zirə müdafiəçilərindən ilk zərbə indirilir. Thiago Silva daha bir zərbə qapı dirəyi. Araz Naxçıvan hesabı açmağa yaxın idi. Yaxşı da oyun keçirmişdi əslində. Fəal görünürdü. 87 dəqiqə ərzində meydanda olmuşdu. Oyunun sonlarında əvəzlənmişdi. Burada ötürmə riskli idi. David Volkov. Amma Rahil Məmmədov ona mane olur. Üçüncüdən zərbə olmalı. Araz Naxçıvana ağır başa gələ bilərdi. Dərhal hücum bitən kimi, top meydandan çıxan kimi dönüb komanda yoldaşlarından İstər o, istərsə də köməkçisi Ağabala Ramazanov ötürmə edilir. Və burada çox təhlükəli idi. Zirə komandası hesabı aça bilərdi. Volkov da yıxılmışdı. Baxaq, Volkovla Slavik Alxasov arasında mübarizə getdi. Volkov mübarizədən qalib ayrıldı. Topu qapı önündə ötürdü. Bəlkə də zərbə vurmağı Patrik çox hündürə tullandı. Amma top artıq tam əks tərəfə düşdü. Və indi Zirənin təhlükəli hücumunu izləyə bilərik. Zərbə indirilir, amma bu zərbə qeyri-dəqiq qalınır. Görək nə ilə nəticələnir. Felipe Santos yaxşı sürət yığıb. Felipe Santos irəliləyir. Felipe! Thiago Silva! Avram yumruqlayaraq topu uzaqlaşdırdı. Papunaşvili, qəbul var. Zərbəyə imkan verəcəklərmi? Tam da imkan vermədilər, həm də davam edir. Rüfət birə-bir qalıb. Rüfətin zərbəsi və təhlükəli idi. Zirənin əsas təhlükəli hücumlarından biri idi bu. Düzdür, bir vəziyyətdə Stefan Akada fərqləməyə yaxın idi. Zərbəsi alınmamışdı, zəif alınmışdı hücumların birində. Bir də Zirənin yadda qalan hücumlarından biri kimi məhz bunu qeyd etmək olar. Halbuki Rüfət zərbəni vurarkən qapı önündə, uzaq dirəkdə Volkov idi deyəsən. Fikir verib, gördünüz. Gomisdən irəli ötürmə, yaxşı alındı. Zirənin hücumunu izləyirik. Təhlükəli ola bilər. Zərbə indirilir və özünü topun önünə atan 4 futbolçunu biz gördük. Davamında növbəti zərbə, toxunuş var. Felipe Santos. Görə bu hücum nə ilə nəticələnir? Zərbə indirilir və küncdən zərbə olmalıdır. Ötürmə edilir. Başla zərbə və gol! Zirə hesabda önə keçir. Əvəz etmələrdən sonra Araz Naxçıvan komandası qol buraxır. Bir daha təkrara baxırıq. Qismət Aliyevin ötürməsindən sonra Ayron Gomis baş zərbəsi ilə fərqlənir. Kristian Avram bu topu çıxara bilmir. Qismət növbəti dəfə məhsuldar ötürmə ilə diqqət çəkdi. Ayron Gomis isə bu görüşdə çox vacib qolun müəllifi oldu. Zirə komandası 1-0 hesabı ilə öndədir. Canlı sədd qurulub və Araz Naxçıvanda deyəsən sonuncu dəyişikliyi olacaq. Ülvi İskəndərov hazırlaşır. İşarə verilir. Qismətin zərbəsi təhlükəli idi. Qismət Aliyev fərqi artırmağa yaxın idi. Avcaqbarov oyunu başa vurdu. Misri Premier Liqasında 22-ci turun bu maçında Araz Naxçıvan öz meydanında Zirəyə 0-1 hesabı ilə məğlub oldu. Ayron Gomis yeganə qolun müəllifi idi.